Hadi, Kazım. Mən heç. Mən cəhənnəm. Ah, deyirsən, axır vaxtlar səni o bir dənə başı qalmış arvadında maraqlandırmış. Səhərdən axşamacan itib batmışsan bu qəzetlərin içində. Yenə də yazıblar səndən. Yox. Gözləri götürmür. Düz 5 aydır nə atamın yolunu söyən var, nə də məni tərifləyən. Bu da sənin millətin haqqın haqdan ayıra bilməyən jurnalistlərin. Politologlar da elə bir hamısı qrip olub. Burunlarında daşırlar. Nə daşırlar, basa düşmək olmuş. Bilirsən nə var? Nə var? O var ki, siyasətlə məşğul olan adam gərək hərdən bir şoluq salsın. Nə? Suluq salsın. Suluq. Dil ağza düşmək lazımdır da. Mən ciddi siyasətçiyəm. Uşaq hardadır? Deyəsən Zəhra xalasının yanına gedib. Niyə icazə vermirsən? 1000 dəfə sənə demişəm ki, uşağı o falçı Əfrisqanın evinə buraxma. İnsanda bir və yaxud yeri düşəndə 3-4 prinsip olmalıdır. Prinsipsiz yaşamaq olmaz, tacinize susik. Axı mənim uşağımın o OBP partiyasının üzvünün evində nə işi var? Yeri. Adı Zəhra xala da partiya üzvü olur. Doğru deyirsən be. OBP. OBP nə deməkdir? Buna bax ha. Orta Barmaq Partiyası. Ay yeri. Kazım, sizin partiyanın adı nə oldu? Demeyeceğim. Dinən ola, yazılı. Be. Yəni nə? Açıq ol. Bas Barmaq Partiyası. Adı baş parmağını. İçini sırtları be bu. Millet bir er kim olmalıdır. Yoksa sizin parti adsız Barmaq Partiyası... Adsız Barmaq Partiyasının işin olmaz. Elde esas bas parmaqdır. Bas parmaq. Başa bas bayrağı. Nəşə? İşim var. Ay. Nə oldu? Dermatizm. Ne? Yağız yağır. Yox. Apaliki. Ama stres, senin bakizm falan. Allah rahmet eylesin. Oy. Yaxşı deyip. Kazım. Ay Kazım. Kim deyib onu? Gül qutar deyərəm kim deyip. Yaxşı da kim deyib onu dedə. Winston Churchill. Ha, sen de uşağa zəng elə, gəlsin. Orta barmaqçılar uşağın başını xələb edirlər. Onların heç birinin bası yerində döyür. Özü gələr. Uşağı siyasətə qatma yenə. Bir də deyil, birazdan Qafvar xaloğlu da gələcək. Qaragün dünəndən içində bir zəng edib. Ya bırak halalı yok da yolda. İkinize görəsən dünya hansı bir küncündən bir ütü kağıtlar tapıb gətirəcək bura. Ay yox adə. Rəhmətli Feyzullah kişinin birisi gün ili tamam olur. Qafar xaloğlu da gəlir ki, qəbir üstə getmək haqqında bizi ilə məsləhət eləsin. Məclis düzəldir, evində eysan verəcək. Amma Kazım, adamın Allahı var. Kasıb olanda nə olar? Rəhmətli yaxçı kişi idi, vallahi. İlahi, kimin ağlına gələ bilərdi ki, Amerikada da kasıblar varmış. Allah rəhmət eləsin. Neyse, amma mən qəbr üstə tək gedəcəyim. Laf ehsanda küftə bozbaş da versələr, getməyəcəyim. Nəşin? Çünki mən o bəbəklərlə, şebəbəklərlə bir məclisdə oturub, bir mollanın ağzından eşidilən bir yasirə qulaq asmaram. Nəşin adə? Sonra mənə qərargahda deməzlər ki, ay qəhrəman oğlan, niyə bizim nizamnaməni pozursan? Adə, sizin nizamnamədə yazılıb ki, qohum məğləbə ilə oturub durmaq olmaz. İkincisi tutarım bu. Hansı axmaq onun nizamnamədə yazar? Bizim nizamnaməni açırsan,
İyi alemi götürür gül iyi, etir iyi, azadlık, demokratiya. Ben onlarla bir yere gitmem. Nizasto, nice, böyle olmaz. Nizasto. Heyf, çox heyf. Mağlu əvvəllər ildə bir kərəm qohum əqrəbə yığışıb dərdləşirdik. Hər öz bir dənə siyasi partiya üzv olandan sonra o da əlimizdən çıxdı. Bilirsən nə var? Bizdə gərək bir partiya olsun. Hamı da onun üzvü. Totalitar oğlum kızı, totalitar. Adaya qapar gəlmiş gəldi. Belki uşaq değil. Eh, Ara, haradasan sərdən? Bu nə başlar, Yeri. Papa, papa. can papa, zehirmar papa. Hala bu ne lan? Ne güne koymuşsunuz üstüne? Başa bax, Papa, Zəhra xala deyir ki, Hamvuz yəni bas barmaq partiyası. Manqolistana istəyir. Hamvuz Ulan Batorun spiyonlas. Gördün? Gördün? Sana demedim ki uşağı o mürted oğlunun kızının evine koyma. Uşağın başını kara vergen de. Gidin. Vay atonla. Mongolistan ispiyonları. Adımı koyum sana. Koyandan sonra kal yana yana. Bütün alem bilir ki başta zehri olmak şartıyla Orta Barmakçılar Partiyası Bangladeş'ten grant almış. Onların pullarıyla yaşıyorlar. Güya Bakıda hiç kim bilmir ki Seydon çayı adı altında satılan mallar hardan gelir. Bangladeş'ten. Ama bize Mongolistan ispiyonları değil. Benim oğlum da gelip benim düşmenimin sözlerini benim evimde tekrar ediyor. Tekrar ediyor. Papa, cavabımı verdin necə lazımdır? Nə dedin balaşqa? Dedim, mənim atam Manqolistana istəsəydi, Hə. anamın gözləri ayrı olar. O nə dedi? Heç nə fikrə getdi. Gedər. Sonra da sənə papa falaşdı. Falına gösterdi bala. Heç nə. Amma faldan sonra Zəhra xala məni qucaqlayıb, eybi yox, yazıq yetim. Sən özümü saxlayaram dedi. Gözləri də doldu yer. Yetim, vicdansız, əxlaqsız. Mən 100% əminəm ki, onun falı bizim partiyanın gələcək seçkilərdə qalib gəldiyini göstərir. Onu fırladıb, bu yetimi eləyib getir. Riyakarlığa bax. Onlar qaraçılara işləyirlər. Qaraçılara işləyirlər onlar! Əsəbləşmə ay kişi. İnfakt olub Zəhranın falını düz çıxardarsan öyüm yıxılar. Buna bir bax. Diyan, mən varam o Zəhra ilə. Sən elə bilirsən o bu uşağı yetim görmək istəyir. Mən bilirəm o nə istəyir. O məni ərsiz, o məni dul görmək istəyir. Ay sən öləsən. Kazım, sən ölsün. Mən əlimdə olan uşağı kimə ərə gedə bilərəm, hə? Nə bilim oğlum mən. Ay, kim alar məni? Azı-azı kirtək qalmalı olacam, ay. Özdə indiki zamanədə. Sən ürəyini sıxma. Mən səni bastırmamışsın. Bası o arabanın bası kimi. Yesikdə görməmişsin. Ölən zibildə ölən. Sən ölkənin 76-cı qeydisi olacaqsan. Biz hakimiyyətə gələndən sonra. Bekliyorum onu. 76-cı düşün. Çünkü partiya daxili ilkin seçkilərdə mən 76-cı yeri tuttum. Qapı, yəqin qapar qardeşim. Cum, qapı. Sən gəl bura.